Elhamdülillahillezî lâ yeblughu midhatehul gâilûn ve lâ yuhsân na'mâehul âttûn ve lâ yu'eddî hakkehul muctehidûn ellezî lâ yudrikuhu bu'dul himem ve lâ yenâluhu gavsul fiten. Summe's-salâtu ve's-selâmu alâ seyyidinâ ve nebiyyinâ ve mevlânâ Ebil Kâsim Muhammed. Allahümme salli ala Muhammed وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İmam Muhammed Baqir Aleyhissalatu vesselamın hüzünlü, kederli, qəmli, qüssəli şəhadət gecəsi münasibəti ilə Həzrəti Bəqiyyətullahil Əzəm İmam Mehdi sahibə zaman Əcəlallahu Teala fərəcəhu şərifən başsağlığı ərz edirik və saniyən siz əziz möhtərəm müminlərə bu hüzünlə əlaqədar başsağlığı ərz edirəm. Allah hər birimizi İmam Muhammed Baqir Aleyhissalatu vesselamın kölgəsi altında qərar versin inşallah. Zilhicce ayının 7'si İmam Muhammed Baqir Aleyhissalatu vesselamın şəhadət günüdür. Sabahki gün. Bugün Şiyələr Allah'ın bu böyük vəlisinin hüznünü yaşayır və matəm saxlayırlar. İmam Muhammed Baqir Aleyhissalatu vesselam Hicri 57-ci il Mədinə şəhərində dünyaya gəlib və Hicri 114-cü ildə şəhadətə qovuşub Mədinədə. Atası Seyyid-i Sacidin Zeynul Abidin Aleyhissalatu vesselamdır. Anası İmam Həsən Aleyhissalatu vesselamın qızı Fatimə bintu Həsəndir Aleyhisselam. Buna görə də İmam Muhammed Baqir Aleyhisselam həm İmam Həsən Aleyhissalatu vesselamın, həm də İmam Hüseyin Aleyhissalatu vesselamın nəvəsidir. Çünki anası da İmam Həsən Müctəbanın qızıdır, atası da İmam Hüseyin Aleyhissalatu vesselamın oğludur. Hiss edirəm ki, mən danışa da kimsə danışır və ya şərh edir. İnşallah biraz möhlət versin mənə, mən qutarım, sonra başlayır. İmam Baqir Aleyhissalatu vesselamdan elm və marifin nur saçan şüaları dünyaya yayılıb. İmam Muhammed Baqir Aleyhissalam daha şöhrəti tapıb, hər imamın öz vəzifəsi var idi, amma Baqirül Ulum elmləri yaran İmam Muhammed Baqir, demək onun elmi məqamı və fəzilətləri qarşısında həm dost, həm də düşmənlər baş əyiblər. Onun elmi məqamı baxımından. Roza hissəsində deyəcəyəm, məsihlər gəlmişlər dəfninə, bilirsiniz. O qədər yəni məruf, məşhur idi elmi mövzularda xristiyanlar gəlmişdilər dəfninə. Hətta bəzi sünni alimləri də onun elmi dərəcələrini tərifləyiblər. Onlardan biri olan cövhəri, məşhur əsəri Sihahul Luğat kitabında yazır. Muhammed ibn Ali ibn Hüseyin ibn Ali ibn Əbi Talibə Aleyhisselam Baqir deyirdilər. Çünki o elmi yarıb ortaya çıxaran bir şəxs idi. Bu böyük imam barədə hələ dünyaya gəlməmişdən nə qədər əvvəl, nə qədər illər öncə Allah Resulü sallallahu aleyhi ve sellem öz sahabəsi Cabir ibn Abdullah Ənsariyə buyurmuşdu: ey Cabir, sən elə bir vaxta qədər yaşayacaqsan ki, mənim övladlarımdan olan Muhammed ibn Ali ibn Hüseyni aleyhisselam görəcəksən.
o Tövratda Baqir adı ilə tanınır. Tövrat açan gəlib. Orada Baqir adı yazılıb. Onun üçün Baqir ünvanı verilib. Onu gördükdə mənim tərəfimdən ona salam çatdır. Hansı ki İmam Muhammed Baqir əleyhissalamı Mədinənin çöllərin, küçələrində gördü. Cabir ibn Abdullah Ənsari o şəkli şəmail ki demişdi Peyğəmbər, gözü belədir, üzü belədir. Məsələn, çöhrəsi bu cürdür. Bir demişdi, gördü odur. Muhammed ibn Əli gəldi Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin salamını çatdırdı İmam Muhammed Baqir aleyhissalatu və səlama ki, babon, əcdadun mənə müjdə vermişdir ki, sənin dövrünə qədər yaşayacağam. Gör, nə qədər yaşayıb ha. İmam Əli aleyhissalamı görüb, İmam Həsən aleyhissalamı görüb, İmam Hüseyin aleyhissalamı görüb, İmam Zeynalabdin aleyhissalamı görüb və nəhayət İmam Muhammed Baqir aleyhissalamı gördü. Peyğəmbəri də görüb, elə o da biz. İmam Baqir aleyhissalatu vesselam elmin inkişafına zəmin yaratmış ən böyük şəxsiyyətdir. Ən dahi şəxsiyyətdir. Elmin inkişafı uğrunda şərait yaradan. İmam aleyhissalamdan şər'i hökmlər, eşitirsiniz, Quran təfsiri, İslam tarixi, əqidəvi mövzular, hədis elmi və digər mövzular barədə kifayət qədər hədislər nəql olunub. İbn Həcər Heytəmi, əhl-i sünnət alimidir. Görün nə yazır? Yazır Muhammed Baqir aleyhissalam o qədər gizli elm xəzinələrini üzə çıxartıb, şəri hökmlərin və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan edib ki, bunu ancaq bəsirət sahibi olmayanlar və pis əməl sahibləri dana bilər. Elə buna görə də onu elmləri yaran və elm bayraqdarı adlandırıblar. Baqirul ulum, elmləri yaran. Baqir, yaran deməkdir. Əs-Səvaiqul Muhriqə səhifə 201 ki, etiraf edir ki, nə əzəmətdə elmə sahibdir. Möhtərəm möminlər, İmam Baqir aleyhissalatu vesselam fiqh, qulaq asın, cavanlar, qulaq asın, fikriniz başqa yerə getməsin, mənə baxın, mənə qulaq asın. Gəlmişik nəsə öyrənmək. Fikirlərimizi cəm edək, qəşəng qulaq asın. Mən üzünüzə baxanda bilməm, qulaq asınız yoxsa yox. Xüsusən qulaq asın ki, bundan bir şeylər ələ gətirək, nələrsə öyrənək. Həzrət fiqh, hədis, təfsir və dini elmlərin digər sahələrində böyük alimlər yetişdirib. Böyük şəxsiyyətlər, dahilər yetişdirib İmam Muhammed Baqir aleyhissalam. Baxız, adlarının çoxsun, bəlkə də hədislərdə, məclislərdə. Biz borcluyuq bu adlarını çəkdiyimiz adamlara. Muhammed ibn Müslim, Zürarə ibn Əyən, Əbu Bəsir, Bureyd ibn Muaviyyə Əcəli, Cabir ibn Yezid, Həmran ibn Əyən, Hişam ibn Salim kimi dahi şəxsiyyətlərin ilk müəllimləri İmam Muhammed Baqir aleyhissalatu vesselamdır. Sonradan İmam Cəfər Sadiq aleyhissalatu vesselamdan da dərs alıblar, lakin İmam Cəfər Sadiq aleyhissalam vaxtında çoxaldılar. 4000 nəfərə gəldilər, çatdılar. Bunların arasında elə şəxsiyyətlər var, xüsusən əziz tələbələr, diqqətlə qulaq asın, İmam Sadiq aleyhissalam, biz hamımız tələbəyik ya, yəni özümə də deyirəm tələbələr qulaq asın, yəni özümə də aiddir. Allah qismət etsin, bir tələbə adı bizə yapışsın, Allah nəsib eləsin. Bunların, yəni bu adları çəkiləcəklərin yolun gedirik biz. Biz başlayanda demişik ki, biz də bunların yolun gedirik, biz də bunların elədiyini eləmək istəyirik. İmam Sadiq aleyhissalam buyurur, bizim məktəbimizi və atamın hədislərini 4 nəfər yaşatdı. İmam buyurur ha, Zürarə, Əbu Bəsir, Muhammed ibn Müslim və Bureyd ibn Muaviyyə Əcəli. Hələ Əbu Bəsir kördür ya. Əgər, buyurur İmam buyurur, əgər bu şəxslər olmasaydı, kimsə dini təlimlərdən və Peyğəmbər məktəbindən bəhrələnə bilməyəcəkdi. İlahi, nə ediblər bu 4 nəfər? Bu 4 nəfər olmasaydı, kimsə ilahi maarifdən bizim məktəbimizdən bəhrələnə bilməyəcəkdi. Sən hala çatmışsan, ay adam? Ha, bu 4 nəfər. Hansı ki, biz tələbələr də qədəm qoyanda dərs oxumağa dilimizə gətirməsək də, əməlimizlə deyir, biz bunlara iqtida eləmək üçün dərs oxuyuruq da. İqtida edirik ki, biz də Peyğəmbər sallallahu aleyhi və səlləmin, Əhl-i-Beyt əleyhimussalamın məktəbinin diri qalmasında bir nəsə izimiz, rizimiz olsun. İşimiz budur. Buyurur İmam, bizim dövrümüzdə yaşayan şiələrimiz arasında onlar bizim məktəbimizi öyrənən ilk şəxslər olublar. Qiyamətdə də məhz onlar, o 4 nəfər, hamıdan qabaq bizə qovuşacaqlar. İxtiyar-ı Mərifətər Rical, səhifə 136-137. Diqqət edirsiniz. Bu dahi alimlər elmi rəqabət meydanında qeyri-şiyə fəqih və qaziləri geridə qoyurdular.
Onları məhv edirdilər. Onlar mübahisələr düşdükdə, şəri hökmlər çıxdıqda, elmi mövzu açıldıqda və bu tələbələr, bu alimlər onları geridə qoyurdular, onları sustururdular, onların elmlərinin puç olduğunu onlara sübut edirlər, onların məntiqlərinin çox zəif, puç olduğunu onlara isbat edirdilər. Qarşılarında diyana bilmirdilər. Elə münazirələr aparırdılar ki, onlar, mən keçən söhbətlərdə xidmətinizə çatdırmışam. Elə mübahisələr aparırdılar onlar hacı. İmamlar özləri sevinirdi, çağırırdı onun yanına. Deyirdi, filan kəslə nə söhbət edirsən, danış. O da utanırdı axı danışmaq. İmamın yanında necə danışsın? Deyirdi, mən sənə əmr edirəm, danış. Filan kəslə necə mübahisə eləmişsən, necə müzakirə aparmışsan, necə onu susturmuşsan, necə onu tabi eləmişsən ilahi məntiqin qabağında, danış. Danış, mənə ləzzət edir. İmam Sadiq əleyhissalatü və Əhl-i Beyt əleyhissalam necə elmə hörmət ediblər? Necə elmin qayğısını çəkiblər? Elmi qoruyublar, elmin özün, elm məfhumunun özün. İmam Sadiq əleyhissalam buyurur ki, xoşum gəlir, o tələbə ki, dərs oxumasın, başına döyün. İmam Cəfər Sadiq əleyhissalatü və səlamın hədisidir. Başına qırmacla vurum, taziyanə ilə vurum onun başına ki, niyə dərs oxumursan? Niyə öyrənmirsən? İmam Muhammed Baqir əleyhissalatü və səlamın elmi fəaliyyəti ən əvəzsiz qiymətləndirilən fəaliyyətdir. Nəyindən ölçərsən, necə ölçərsən o elmi fəaliyyəti? Yalnız elmlə həqiqətləri qoruyub saxlamaq olar mömin. Yalnız elmlə bütün qüdrətlərə qalib gəlib əbədiləşə bilərsən. Bizim Əhl-i Beyt əleyhissalamın rəvişinə, onların sirəsinə, tələbələrinə baxsaq, bunlar müşahidə olunur. Elm insana göylərdəki mələklərlə bərabər olmağı və axirətdə yüksək mərtəbələrə yüksəlməyi nəsib edir, elm. Elm əhli dünyada tərifə layiq olur və onların qələmlərinin mürəkkəbi şəhidlərin qanından üstün hesab olunur. Onların qələmlərinin mürəkkəbi şəhidin qanından üstün hesab olunur. Elm əhlinin hədislərdir, hamısı bir gecəlik yuxusu bir bəndənin 70 illik ibadətindən üstündür. Bir gecəlik yuxusu. Hədisdə ha bunlar. İmam Muhammed Baqir əleyhissalam bunun qədrin, dəyərin bilən şəxs olaraq elmi əzəmətli şəkildə qoruyub. O tələbələri yetişdirməklə. Bütün bunlar və deyilməyən digər fəzilətlər elmin əzəmətini və şərəfini göstərir. Allah insanı yaratdıqdan sonra elmi ona ən böyük nemət və hədiyyə kimi bəxş edib ona, əta edib. İçində olduğumuz dinin təməli elm üstündə qurulmasaydı, bizim məzhəbimizin imamları ən kamil elmə sahib olmasaydılar, sən bugün, mənim bugün, heç kimin bugün dini yox idi, heç nə yox idi, əsər əlamət qalmamışdı. Elm hamıya qalib gəlir. Elm zahirdə uduza bilər. Elm, baxın, zahirdə uduza bilər. Zahirdə gələrlər elmin başına, mehrabda bir dənə qılınc vurarlar, başını iki yerə bölərlər. Zahirdə. Amma o, həqiqətdə o udub, yoxsa yox. Qalib hansıdır? O elə bir iz qoyub o elmlə, o izin rizi heç vaxt getməz. Həmişə qalacaq. Hamı danışacaq. Xristiyan çıxacaq, kitab yazacaq. 5 cild. Əl-İslamın elmi haqqında. Cordak. 5 cild. Digərləri həmçinin. İmam Cəfər Sadiq əleyhissalatü və səlamın demək kitabın adı necədir şeyxim? Kəma ərəfəhu uləmaul qərb. İmam Sadiq əleyhissalam necə onu tanıyır qərb alimləri. Necə onu tanıyır qərb alimləri. Nə kəşflər var İmam Sadiq əleyhissalatü və səlam. Hansı ki, səlib yürüşlərinin vasitəsindən gedib Avropaya çıxıb o kəşflər. İmam Sadiq əleyhissalatü və səlam. Zahirdə bu kişini zəhərlədilər, bu elmi öldürdülər zahirdə. Evin yandırdılar. İmam Sadiq əleyhissalam. Amma neyiniyib gör? Dünya 1000 ildə qalsa, deyəcəklər kimya elminin banisi Cabir ibn Həyyandır. Kimin tələbəsidir o? Kim öyrədib ona kimyanı? Ya məsələn, digər olsun. Zahirdə elm uduza bilər. Amma elm əbədiyyət damğasını vurur, gedir. İnkişaflar üstündə gedir, illərlə, əsrlərlə. Ona görə də İmam Baqir əleyhissalatü vesselam dövrünün ictimai və siyasi vəziyyətini nəzərə alır və bütün səylərini elmin inkişafına sərf edir. Dahi insanlar yetişdirir. Universitet, İmam Sadiq əleyhissalatü vesselamın təsis etdiyi mədrəsəyə
universitet deyirlər. Təsis etdiyi mədrəsə. Çünki bütün elmlər var idi. Bütün elmlər var idi. Tək dini elmlər deyirdi. Və bir dənə xüsusiyyətləri var ki, biz də gərək özümüzü onlara oxşadaq bəzi hərəkət feillərimizdə, dərs deməyimizdə falan bu məsələ bir dənə xüsusiyyətləri var idi. Məsələn deyirəm, Muhammed ibn Müslim hədisi daha yaxşı qavrayır. Onu hədis sahəsində mütəxəssis elədi. Məsələn, Zürarəni filan sahədə mütəxəssis elədi. Ya məsələn, Əbu Bəsiri filan sahədə mütəxəssis elədi. İstedadlarına görə onları inkişaf elətdirdi. İstedadlarına görə. Hərəsini bir sahədə. Elə belə deyirdi ki, Cabir ibn Həyyanı kimyanın banisi elədi. Universitet deyirdilər onun təsis elədiyi mədrəsəyə. Həndəsə var idi, riyaziyyat var idi, cəbr var idi, fizika var idi. İndi fizika xəta eləyərəm desəm, amma ki bu elmlərdən doğub da tarixi İslam, digər tarixlər, hamısı ona görə universitet adlanır. Əbu Bəsir deyir, qulaq asın bu hədisə, İmam Sadiq əleyhissalam və atası İmam Baqir əleyhissalamın hüzuruna daxil oldum. Və belə ərz elədim, eşitirsən mömin, siz iki böyük şəxsiyyət Allah Rəsulunun varislərisiz. Baxın, nəvəsi siz demir. Nəvəsi siz deyil, demir. İfadəni varis deyir. Varis nə deyirlər? Varis deyirlər ki, onun nəyi vardı, sənə qalıb. Mən atamın varisiyəm. Atam babamın varisidir. Onun mülkü qaldı atama. Atamın mülkü və qalacaq mənə varisəm. Buyurur ki, siz ikimiz Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin varisisiz. İddianı da özünüz də deyirsiniz ki, bəli, biz Peyğəmbərin varisiyik. Onda olan bizdədir. İmam Baqir buyurdu, bəli, elədir. Yəni, biz varisik. Dedim, o halda Resulullah sallallahu aleyhi və səlləm də bütün Peyğəmbərlərin varisi idi. Və onların bildiyi hər şeyi bilirdi. Buyurdu, bəli, belədir. Varisdirsə, demək, onların hamısının bildiyini bilir. Onların tək-tək bildiklərini özləri tək-tək bilirdi, amma bu onların hamısının bildiyini bilir. Sonra soruşdum, bəs siz də ölüləri dirildə, kör və cüzamlı xəstələrə şəfa verə bilərsiniz? Yaxşı, Peyğəmbərin varisisiz. Peyğəmbərlər bunu bacarırdı. Sonuncu Peyğəmbər də bunu bacarırdı. Yaxşı, siz Əhl-i Beytin var, Peyğəmbərin varsınız. Siz körün gözünü aça bilərsən? İmam Sadiq əleyhissalama, İmam Baqir əleyhissalama deyirəm. Körün gözünü cüzamı sağalda bilərsən? Təfsiri budur ya bu cümlələrin. İmam Baqir əleyhissalam buyurdu, bəli. Allahın izni ilə biz bunu edə bilirik. Sonra İmam Muhammed Baqir əleyhissalam ona dedi ki, yaxın gəl. Ey Əbu Muhammed, adı yadımda deyil. Ey Əbu Muhammed. Əbu Bəsir, ona niyə Əbu Bəsir deyirlər? Ərəb dilində kim nə ilə çox məşhur olsa, onun qabağına bir dənə Əbu qoyurlar. Onu oyuna səsləyirlər. Məsələn, bir adam çox saqqalla məşğul olsa, saqqalı ilə oynasa, saqqalının nazını çəksə, gənə girsə yağından tutmuş bənövşə yağından, gecə-gündüz saqqalının üstündə işləyirsə, ona deyirlər Əbu Lihyə. Saqqal atası mənası vermir, ha. Yəni saqqalçı. Məsələn, biri çox pişik ilə oynasa, pişikbaz olsa, məsələn, pişik sevən olsa, gecə-gündüz, məsələn, evinə girsən 5-10 dənə pişik ondan sonra, nə bilim, sort pişiklər, xarici, şotlandski, nə bilim, qulağı kəsik falan filan, pişik xəstəsi, ona deyirlər Əbu Hüreyrə. Allah sizə qismət eləməz. Yəni, çox məşhursun. Buna da Əbu Bəsir deyilir. Yəni, nə? Yəni, bu adamın gözləri kör idi ki, bir dəfə açıldı, bu söhbət o qədər məşhurlaşdı, adı qaldı Əbu Bəsir. İmam Baqir əleyhissalam dedi, yaxına gəl. Ey Əbu Muhammed, deyir, mən yaxınlaşdım. Mübarək əlini gözlərimə və üzümə çəkdi. O an gözlərim açıldı. Günəşi, səmanı, yeri, evi, evdə olan hər şeyi aydın şəkildə gördüm. Sonra İmam əleyhissalam buyurdu, istəyirsən bu halınla, yəni görən halda qalasan və dünya əhli kimi yaşayıb, qiyamət günü də onlar kimi hesaba çəkiləsən. Bu gözün nə qədər hesab olacaq möminlər? İstəyirsən, qal gözü açıq. Açmışam da gözümü. Sən qal belə. Amma qiyamət günü insanların hesaba çəkildiyi kimi çəkiləcəksən. Haqqı görmək, nə haqqı görmək, murdarı görmək, təmizi görmək, pakı görmək. Bunların hamısının hesabı var, hamısının. Nə istəyirsən? Necə istəyirsən?
Yoxsa istəyirsən ki, əvvəlki halıva, kör vəziyyətivə qaydasan. Lakin bunun əvəzində sənə cənnət asanlıqla qismət olacaq. Kör olsun, cənnət sənə asanlıqla yetişəcək. Mən ərz elədim, istəyirəm ki, əvvəlki halımda olum. Əbu Bəsir deyir, sonra İmam Əleyhisselam mübarək əlini yenidən gözlərimə çəkdi və mən əvvəlki halıma, kör vəziyyətə qayıtdım. Əl-Xəraic vəl-Cəraih, səhifə 274. Bu nədir? Bu nəyə sözçülük eləyir? Bu ona sözçülük ki, bu varisi Əhl-i Beyt əleyhimussalamdır. Bu varisi Peyğəmbərdir. Bu varisi Ənbiyadır. O Əli əleyhissalamın varisidir, sonra Peyğəmbərin varisidir, sonra bütün Peyğəmbərlərin varisidir. Onların daşıdığı özəllikləri daşıyırlar. Ziyarətnaməyə varis var. Düzdür möminlər? Oxuyanlar oxuyub da. Ziyarətnaməyə varis var. Əssalamu aleykə ya varisə Adəmə siffətillah. Əssalamu aleykə ya varisə Nuh nəbiyyillah. Əssalamu aleykə ya varisə İbrahim xəlilillah. Əssalamu aleykə ya varisə Musa kəlimillah. Əssalamu aleykə ya varisə İsa ruhillah. Əssalamu aleykə ya varisə Muhammed həbibillah. Allahümme salli ala Salam olsun Adəmin varisinə, Nuhun varisinə, İbrahimin varisinə, Musanın varisinə, İsa'nın varisinə, bizim Peyğəmbər varisinə. Deyərdi salam olsun Nuhun nəvəsinə, Adəmin nəvəsinə, Musanın nəvəsinə, İsa'nın nəvəsinə. Niyə belə demir? Varis deyir. Yəni onlarda nə var? Onlarda nə var? Hamısında nə var? İrs. Qalıb babundadır indi. Onların hamısı bu kişidədir. Bu misalı əvvəl köhnə gələnlər bilir. Neçə dəfə çəkmişəm. Allah təbarəkə və təala bir dənə bağda 124.000 ədəd gül əkir. Hər gülün də öz misilsiz ətri var. Biri o birisini oxşamır. Hamısı misilsizdir. Hamısı möhtəşəmdir. Həmən o Allah ki, o əttar, o ətri güllərdə qərar verib, götürür bu 124.000 ədəd güldən bir dənə gülab düzəldir. 124.000 güldən bir dənə gülab düzəldir. Ki 124.000 gülün hamısının ətri gülabda var. Adın qoyur imam. Adın qoyur imam. Ona görə varisdir, hamısının varisidir. Onların sahib olduğu bütün özəlliklərə, hamısının sahib olduğu bütün özəlliklər o tək sahibdir. Tək vücuduna sahibdir. Gör necə imam dövründə yaşayırıq. Gör necə imam dövründə yaşayırıq ki, onun üçün asob cümlələr var. O imam üçün əlavə xüsusi cümlələr var. Hansı ki, İmam Sadiq əleyhissalam buyurur ki, Əl-Munteha ileyhi məvarisul ənbiya və asarul əsfiya. Bütün peyğəmbərlərin irsi və bütün vəsilərin əsəri tamamlanıb İmam Mehdi sahibə zamanda. Allahümme salli ala Muhammed və ali Muhammed. İmam Muhammed Baqir əleyhissalatu vəssalamdan bir neçə hədis hüzurunuza ərz edirəm. Xətmi mətləb edirəm inşallah. Bilirsiniz, adam, mən o qədər böyük qüdrətə sahib deyiləm. Adam istəmir təkrarçılığa yol versin. Məsələn, çox danışmaq olar, nə qədər danışmaq olar, amma mənim beynim tutduğu qədərlərin danışıram ki, onları keçən demişəm, o birisi demişəm, mövludda demişəm, şəhadətdə demişəm, amma ki, nə qədər məsələ var. Yadınızda yepiskopun məsələsi yadınızdadır. İmam bir dəfə Şama gedib axı, İmam Muhammed Baqir əleyhissalam Şama gedib. Hişam ibn Əbdülməlik, Allah lənət eləsin. O gətirmişdi imamı. O gətirmişdi, istəyirdi İmam əleyhissalamı rüsvay eləsin. Eşitirsiniz, İmam Muhammed Baqir əleyhissalamı rüsvay eləmək istəyirdi, utandırmaq istəyirdi, xəcalətli eləmək istəyirdi. Doğrudan da bunlar yəni bilməyiblər imamı sən rüsvay eləyə bilməzsən. Bilib o deyil, bu oğlan nəyə gəldi əl atar da, yoxlayırmış ki, bəlkə bacardım. Gördü, yox. Dedi, bəli, siz Əhl-i Beyt eşitmişəm ki, siz hər şeydə şücaətlisiniz, beləymiş. Bir şey danışa bilmədi, imamı bıraxdı. İmamı Şama gətizdirib ha. Mədinədən Şama.
İmam çıxdı bayradan qayıdır Mədinəyə. Gördü bir dənə. Gör Şam nə gündə olub ay Kərbəla. Gör Şam nə gündə olub. Şam alim görür. Çıxdı bayrağa gördü bir dənə yepiskopu otuzdurublar. Xristiyandır ya, keşiş. Müsəlmanlar yığışıb başına. Bu danışır, bunlar keyf edirlər. Alim görüblər. Gör müsəlmanın alimi hardadır? Yoxdur. Şamda. Yepiskopun söhbətlərindən ləzzət alırlar. İmam Əleyhisselam da İmam Cəfər Sadiq Əleyhisselamla gəldi, oturdu onların arasında, yanında. Baxdı, gördü də surətindən bilinir, bir qəribədir, həmişə gəlirəm, bu olmayıb burada, falan filan. Baxdı imama, dedi ki, alimlərdənsən, yoxsa cahillərdənsən? İmam demədi alimlərdənəm, desəydi alimlərdənəm, bu yepiskop durub çıxıb gedəcəkdi. Bunu rüsva eləmək lazım, müsəlmanlar görsün ki, nə var, nə yox da, alim bizdədir, onlarda alim nə var? O dedi, İmam Muhammed Baqir Aleyhisselam dedi ki, cahillərdən deyiləm. Cahillərdən deyiləm, amma alimlərdənəm də demədi. Dedi ki, siz müsəlmanlar deyirsiniz ki, sizin Peyğəmbərimiz deyirdi ki, cənnətdə nə yesin, ifraz olmayacaq. Nə yeyirsən, qəbul edirsən, bu çıxmayacaq bayram. Sən bu dünyada bunun misalını mənə göstərə bilərsən, bu dünyada. İmam dedi, hə, göstərərəm. Dedi, ha, nədir onun misalı? Bu inanmır axı, ola bilməz belə şey. İmam dedi, ana bətnindəki uşaq yiyir, qidalanır, amma ifrazı yoxdur. Dedi, yaxşı bir dənə də sual var. Siz deyirsiniz ki, cənnətdə nə qədər yiyirsən, yi qutarmayacaq. Bir şeyi necə istifadə edərsən, o qutarmaz. Məntiqçi fəlsəfəçilərin də beyninə girməyən şeyləri sallar dinəyə, belə edirlər ki, bu ola bilməz. Necə bir şey istifadə edərsən, qutarmaz. Dünyada mənə misalını göstərə bilərsən. İmam dedi, bir dənə şamdan 100 dənə şam yanır, o şamın işığı qutarar, birinci şamın işığı qutarar. Alov var ya, onun üstündə yanır. Ondan 100 dənə də şam yandır. Birincinin işığı qutaracaq, dedi, yox, qutarmayacaq. Dedi, görürsən, ahirətdə də belə şeylər olacaq. Durdu, rüsva yolda çıxdı bayra. Bir salavat deyib Peyğəmbərə mətləb bitirək. Allahümmə səllə əla İmam Muhammed Baqir Aleyhisselam buyurur, bu dil bütün yaxşılıqların və pisliklərin açarıdır. Bir neçə hədis oxuyuram, əzizlər. Odur ki, insan dilini, qızıl gümüşünü qoruduğu kimi qorumalıdır. Baxız, möhtərəm əzizlər. Dil, bu dil. İnsanı məhvə də salar, nicata da aparar. Bu dillə nicat da taparsan, məhv də olarsan. Allah iraq eləsin. Ona görə susmaq hikmətdir, möminlər. Danışmaq isə məsuliyyət. Gərək hər kəlməyə fikir verəsən. Bir dənə söz çıxar adamın ağzından. Bir oğlana, bir dənə kənddə, bir dənə rayonda qız verməzlər. Bir dənə sözün ucbatından. Ya, məsələn, bir qız haqqında bir dənə söz deyərlər, bir dəfə elçi gəlməz onunla. Bir dənə sözlə. Çox diqqətli. İmam Səccad Aleyhisselam buyurur ki, bəlaların çoxsu dildən gələr. İmam Səccad Aleyhisselam sözüdür. Sonra ikinci hədis, İmam Muhammed Baqir Aleyhisselam buyurur, ən çətin işlər 3 şeydir. 1. Bütün hallarda Allaha yadda saxlamaq. Allahı unutmamaq. Çətin işdir ya yox. Günah məqamında əsas çıxırdı ortalığa. 2. Özünə qarşı ədalətli və insaflı olmaq. 3. Din qardaşına malınla yardım etmək. Çətin işlərdən də, amma mömindir, bunları eləyər, bunları yerinə yetirər. Bu 3 əməldə insanın nəfsinə qarşı mübarizəsi var. Xüsusən insanın özünü tənqid eləməsi, eləyə bilməsi yüksək iman tələb edir. 3-cü hədis. Baxız, möminlər, yorulmayın. Əli əleyhissalamın həqiqi şiyyələri olardı ki, bizim vilayətimizin yolunda bir-birlərinə qarşı fədakarlıq edirlər, kömək edirlər, əl tuturlar. Keçirlər mallarından, canlarından. Bir-birlərinə sevgi bağındadılar. Bizim əmirlərimizi diriltməkdən ötürü bir-birlərinin yanına gedirlər, ziyarətlərinə gedirlər. Qəzəblənəndə zülm eləməzlər, razı qalanda, adam o sevinir, biraz pulun olur, belə qəzəb. Qəzəblənə, razı qalanda israf eləməzlər. İsraf eləməz. Adamın pulu olur, ürək, cümədə danışdığımda ki, adamın ürəyi olur şad, ondan istəyir pulları dağıtsın, halala, harama baxmır da. Sonunda başqa günahlara düşür. Sonra buyurur, onlar üçün qonşuluq bərəkətdir. Qonşuluq bərəkətdir. Onlarla yaşayanlar əmin-amanlıqdadır. Onlarla yaşayanlar əmin-amanlıqdadır. Əsl şiyyələrdir, bulardılar. 4-cü hədis.
İmam buyurur, əgər özündə bir xeyir olduğunu bilmək istəyirsənsə, sən xeyirlisən ya yox, qəlbivə bax. Əgər Allaha itaət edənləri sevir, günahkarları isə sevmirsənsə, səndə xeyir var, Allah səni sevir. İndi biri ötürübüzü çıxıydı oradan deyir, ilahi mən ya İmam Muhammed Baqir, mən Allaha itaət edənləri də sevirəm. Bəzi günahkarları da sevirəm. Görəsən nə cavab verərdi İmam Əleyhisselam? Bu, özünüz başa düşdünüz də nə deyirəm? Yəni Allaha itaət edənləri də sevir, itaətdən çıxanları da sevir, gözün çəkə bilmir onlardan. Bildiniz? Bunun görəsən aqibəti nə yerdədir? İndi o sual yoxdur da. Buyurur, əgər Allaha itaət edənləri sevir, itaətindən çıxanları sevmirsənsə, demək səndə xeyir var, Allah da səni sevir. Əgər əksinədirsə, günahkarları sevirsənsə, səndə xeyir yoxdur, Allah səni sevmir, insan sevdiyi ilə bərabərdir. İnsan öz sevdiyi ilə bərabərdir. Bunun bilirsiniz də, əsli əsaləti var, gedir filan kəslərə çıxır. Onları sevirsənsə, səndə xeyirdən bir şey olsa. Nəhayət axırıncı hədsi qulluğunuzu ərz edən möhtərəm möminlər. O da namaz haqqındadır. İmam Muhammed Baqir Əleyhisselam, əziz möminlər. Baxız, namaza qarşı, bu hədisi xüsusən oxumaq istəyirəm. Namaza qarşı bizdə nə bağda biganəli yola, nə bağda yüngüllü yola, namaz hər şeydir. Namaz dindarın hər şeyidir. Bax, bilirsiniz nə qədər hədis var. Namaz möminin gözünün işığıdır. Namaz möminin övladıdır, ən çox istədiyidir. Namaz belə olmalıdır. Böyük şəxsiyyətlər, İbrahim Peyğəmbər, ayətdə də əzimul məqam, nə boyda kişidir. İnni əskəntum min zürriyyəti bi vadin qeyri zizər'in. Adamın neçə illərdən sonra bir dənə oğlu ola, qulaq asırsınız, xahiş edirəm. Adamın neçə illərdən sonra qocalasan, 90 yaşa çatasan, bir oğlun ola. Allah deyə ki, apar bunu at çöllükdə. Gəldi, qoydu Hacərlə İsmail əleyhissalamı. O Məkkədə gör nə dedi Allaha? Dedi, inni əskəntu min zürriyyəti bivadin qeyri zizər'in. Mən öz ailəmi elə yerdə tərk elədim ki, ay Allah, burada heç ot çıxmır yerdən. Yəni, necə isti, su yox, otar da çıxar üçün, bir də nəmişlik olsun, gələk, ot çıxsın da, o da yoxdur. Diqqət edirsən, necə şəxsiyyətdir, nə boyda adamdır, nə boyda ürək sahibidir, bu bir. İkincisi, hələ o İsmail dünyaya gəlməmişdən qabaq, qulaq as, xahiş edirəm. Hələ o İsmail Əleyhisselam dünyaya gəlməmişdən, cavanlıq vaxtı. Ölkənin bütlərini götürdü, sındırdı. Ürəyə bax. Gətirdilər, mən qısa danışıram, gətirdilər oda atmağa. Atdılar da oda, yaxınlaşa bilmədilər, oda mancanağa qoydular, atdılar. Gözü görə gedir, bu 3 məscid boyda bir dənə od yanır. Gözü görə gedir odun içinə. Cəbrail gəldi ki, gəlin sənə kömək edeyim, deyir ki, yox, Allah baxır, oda gedə ya. Bu 2. 3, Allah ona deyir ki, imtihanlara bax, bu imtihanlardan keçib sonra imam olub, bilirsiniz. 3-cü imtihan, Allah deyir ki, gəlir İsmail Aleyhisselama deyir ki, inni rəaytu fil mənami əzbəhu ki, yuxuda görmüşəm ki, başımı kəsirim. Yəni Allah mənə deyir ki, git İsmailin başını kəs. Neçə illərdən sonra dünyaya gəlmiş uşaq da. Bunların hamısından keçmiş bu əzəmətli insan dua eləyəndə birisi nə deyir? Allahummə cəalni və zürriyyəti muqiməs-səlati. İlahi, məni və uşaqlarımı namaz qılan elə. Namazın dəyərini başa düşərik bu qısa danışdığım sözlərlə. Gör, namaz nə qədər əhəmiyyətlidir, mömin. Nə imtihanlardan keç bu boyda şəxsiyyət, bu cürlə məqam sahibi olursan, deyir, ilahi, mənə namaz qılanlardan nə? Namaz, İmam Muhammed Baqir əleyhissalam buyurur, namaz dinin sütunudur. Namaz dindarın hər şeyidir. Başa düşürsünüz hər şeyidir. Hər şeyin heç nədir namazsız. Namaz qüvvətləndirir, namaz qüdrətləndirir. O çadırın dirəyi kimidir. Əgər dirək sabit olsa, kəndillər də, mıxlar da sabit olacaq. Yəni, namaz sənin dinivin dirəyidir. Qalan nə qədər əməllərin var, o sənin mıxı oxşayır, kəndirə oxşayır, parçaya oxşayır. Onlar hamısı, əgər dirək yıxılsa, yəni namazın pis olsa,
nə mıx qalacaq, nə də kəndir. İmam Muhammed Baqir Aleyhisselam buyurur. Nə mıx qalacaq, nə də kəndir. Namaza diqqətli olmaq lazımdır. Vaxtında qılmaq. Heç olmasa qəzaya verməmək. 10 dəqiqə qalmışdır, dur qıl, amma qəzaya vermə. Heç olmasa qəzaya verməmək. İmam Cəfər Sadiq Aleyhissalatu vesselam la tenalu şəfaatna namazı deyir, namazı yüngül tutanlara şəfaatimiz yetişməyəcək. Namazı yüngül tutmaq onu qəzaya vermək deməkdir. Namazı yüngül tutanlara, namaz qılmayanlara aid deyil bu söz, namaz qılanlara aiddir. Namazı yüngül tutanlara şəfaatimiz yetişməyəcək. Şəfaatimiz yetişməyəcək sözəsini demirəm, amma namaz qılmayanlara aiddir. Yəni o namazı yüngül tutan sözü namaz qılana aiddir. Namaz qılır. Veylun lil musallin, vay olsun namaz qılanlara. Əlləzinəhum ən salatihim sahun. O kəslər ki, namazlarında səhlənkarlıq edirlər. Namaz dinin hər şeyidir. Namaz dindarın hər şeyidir. Hamısı bağlıdır. Həm yaxşı qıl, düz qıl, keyfiyyətli qıl, həm də vaxtında qıl. Namazın qayda-qanunlarına riayət edin. Bir də görürsən, bəzi uşaqlar el namaz qılırlar. Biraz Fatihə surəsi qutarana qədər biraz sağ ayağı üstə dayanır, biraz sol ayağı üstə dayanır, biraz sağ ayağı üstə, belə gəzir namazda, belə gedir, gəlir bu cür. Əməli başı qaldırır, öbürsünü qoyur, sonra belə. Qaydalarına riayət edin, düzgün qaydalarına uyğun şəkildə. İmam Cəfər Sadiq Aleyhisselam, axırıncı söz. İmam Cəfər Sadiq Aleyhisselam. Sahabəsi deyir ki, zəhər o günə qoymuşdu İmam Sadiq Aleyhisselamı. Zəhər o günə qoymuşdu. Mən evinə hər gün girib çıxan adam imamı tanımadım. Dəri ərimişdi, sümük artıq görsənirdi. Gözlər qalxmışdı qabağa. O vəziyyətə salmışdılar İmam Cəfər Sadiq Aleyhisselamı. Özündən gedirdi, gəlirdi. Gedirdi, gəlirdi. Huşdan gedirdi. Axırıncı dəfə ki, özünə gəldi, dedi, şiyyələrimizə çatdırın, namazı yüngül tutanlara şəfaət eləməyəcək. Bu sözü dedi, dünyasını dəyişdi. Şəhid oldu. Ona görə möminlər, namaz çox-çox mühüm məsələdir. Bəli, əziz möminlər.